Salam uşaqlar. Salam. Startup nədir? Startup hər hansı bir problemi fərqli yolla həll edən yeni fikirdir. Bəli. Biz önümüzdə bir problem var. Biz o problemi həll etmək üçün bir fikirləşirik və ona aid ideyalar və ya da layihələr hazırlaşırıq. Sonra da bu layihələr tətbiq edirik. Bəs uşaqlar, startup haqqında nə idəyanız var? Məsələn, ola bilər ki, bir problem var və bu problemdə mənim keyfim modumun düşük olması. Yəni ki, mən keyfliyəm. Bu zaman bir proqram olsa və mən həmin proqrama girsəm, yazsam ki, mənə motivasiya edici bir şey lazımdır. Motivasiyam olmadığı üçün dərs dokuyorum. Və bu zaman həmin yazını paylaşsam və bu yazını görən insanlar bir partner seçilsə mənə və həmin partnerlə bir yerdə onlayn dərs çalışsam, yaxşı bir həll yolu olar. Əla. Salam Səbiyə. Nə oxuyursan? Bu ay bizim məktəbdə fevralayı startuplar təşkil edəcək və onun haqqında məlumatlar verir. Yaxşı, bəs səncə startup nədir? Startup ümumi bir problem ola bilər. Bu problemin qısa, daha yaxşı bir yolla həll edir startup. Buna nümunə olaraq nəyi göstərə bilərsən? Məsələn, buna nümunə olaraq startupın ən yaxşı layihələrindən biri olan Voltu göstərə bilərəm. Məsələn, evdəsiniz, çıxırsınız çölə, saatlarca taksi gəlirsiniz, amma tapa bilmirsiniz. Amma evdə oturursunuz, Voltdan taksi vurursunuz, gözləyirsiniz, taksi gəlir, daha sonra rahat bir şəkildə taksi minib, istədiyiniz yerə, gəzintiyə və s. yerə gedə bilərsiniz. Salam Həmid. Nə edirsən? Salam müəllim. Bu ay bizim məktəbdə startup elan olunur. Bu haqda araşdırma edirəm. Aferin sənə. Bəs səncə startup nədir? Dünya üzrə bir problemi başqa üsullarla həll edir. Salam Zülfiyə. Səncə startup nədir? Məncə qarşımızda bir problem var. Biz o problemi həll etmək istəyirik. Bu zamanda startup layihə bizə kömək edə bilər. Salam Zəhra. Zəhra, startup nədir? Dünyanı dəyişmək üçün kiçik bir ideya. Məsələn, bir problemi aradan qaldırmaq üçün onun həlli.